Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən 6-cı İslam Həmrəyliyi oyunlarında uğurla çıxış edən Azərbaycan idmançıları vətənə dönüblər. Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançılarımız böyük coşqu ilə qarşılanıb. Qeyd eləyək ki, idmançılarımız oyunlara ümumilikdə 59 medalla başa vurub. Onların 9-u qızıl, 19-u gümüş, 31-i isə bürünc mükafatdır. 57 ölkənin iştirak etdiyi yarışda Azərbaycan ümumi medal sıralamasında 10-cu yeri tutub. İlk sırada Türkiyə qərarlaşıb. Özbəkistan 2-ci, İran isə 3-cü olub. Çox sevincliyəm. Məqsədim ora gedərkən qızıl medal almaq idi. Yarış çox gərgin keçdi. 2 görüşdən bir çıxırdım deyə çox yorğunçuluq olurdu. Amma məqsədim çempion olmaq idi və arzuma da çatdı. Bu bizim İslam oyunlarında ilk komanda olaraq çıxışımız idi və çox sevindirici haldır ki, biz ölkəmizə medal ilə qayıtdıq, birinci yerə layiq görüldük. Rəqiblərimiz Özbək yığma komandası idi. Onlar bizdən təcrübə cəhətdən üstün idilər. Biz onlara bir xal hesabı ilə məğlub olduq. Sadəcə biraz diqqətsizlik, biraz təcrübəsizlik bizi finalın yarı addımlığında bizi geri saxladı.